Belə bir maraqlı test nümunəsinə baxaq. Deməli, bizə deyir ki, verilmiş kod cədvəlinə əsasən 7 və 5 simvollarının 16 say sistemindəki kodlarının cəmini. Və cədvələ baxırıq ki, simvollarımız 1, 9, A, N və N-dir. Onların da onluq kodları verilib. Deməli, 7 ilə bizdən B-ni soruşur. 7-ni necə taparam? 9-un kodu onluqda 57-dir. Geriyə gəlsəm, 8 10 dolar 56, 7 dolar 55. Deməli, bizə lazım olan 7-nin onluq kodu idi, tapdıq. İndi B-ni necə taparıq? Cədvəldən baxıram ki, 2 dənə məlum olan böyük və kiçik hərfimiz var. Onlar arasındakı fərqi tapmaq üçün kiçik hərfdən böyük hərfi çıxırıq. Variant olaraq da, deməli, 110, daha doğrusu bunların kodları verilib cədvəldə. 110-dan çıxaram 78-i, bu bizə verər 32. Bu, deməli, bütün hərflər üçün keçərlidir. Yəni, bütün hərflərin kiçiklə böyük arasındakı fərqi 32 olacaq. Yəni, mən kiçik A-dan da böyük A-nı çıxsam 32 verəcək. Kiçik B-dən də böyük B-ni çıxsam 32 verəcək. Bəs yaxşı, B-ni necə taparam cədvəldən? Deməli, böyük A-nı veribsə 65, onda böyük B də olacaq 66. Və bu hissədən, yəni B çıx B bərabər olsun 32-yə, kiçik B-miz bilmirik, məlum deyil, amma böyük B-mizi cədvəldən tapmışıq. 66 bərabərdir 32-yə. Buradan da B bərabər 32-nin üzərinə 66 gələrəm. Bu eləyəcək, deməli, 98. Deməli, kiçik B-ni də tapdıq, 98. Bunlar onluqda verilən ədədlərdir. Bunları cəmləyəcəm. Eləyəcək 98. 8-in üstünə 5 gələndə 13, bir yadda. 9-un üstünə 5, 14, bu da 1, 15. Bu onluqdadır. Bunu bizdən 153 16-lıqda soruşur. Onda bunu bölərəm 16-ya. 153-ün içində 16 9 dəfə. Bu eləyəcək 144. 13-dən 4 çıxsam 9. Digərləri də 0 eləyir. Deməli, bunu adlandırmış olsaq, bu olur 9, 9, 16-lıq say sistemində nəticə olur Y variantı.